Salam aleykum, hardayam? Deməli, Hökmər dairəsindən qalxdın at yalındayam. 551-in dayanacağında. Qiymət əla. Evin özü şəxsi tikilidir. Qiymət super. Axıra qədər bax, yəni bu qiymətə ev tapa bilməzsən bu keyfiyyətdə. Axıra qədər bax. Bax, şeydə var, ikisi də var. İran peci də var. Kominin radiatoru da var. Burada bir dənə geniş zalıdır. Pəncərələrin qabağı, yəni boşdur. Burada da radiatoru var. Yuxarı bütöv kəmərdir. Altda da kəmər var, yuxarıda da kəmər var. Yəni qiymətinə görə çox gözəl variantdır. Axıra qədər baxın. Yəni bugünkü gündə belə qiymətə ev tapmaq biraz çətindir. Bax, yataq burada nə görürsünüzsə, nə əşya görürsünüz, hamısı qalacaq. Burada nə görürsənsə, yataq dəsti, hamısı qalacaq. Bu otağında radiatoru var. Yəni al, köç yaşa evdir. Burada da bir dənə yataq otağıdır. Təmiz, səliqəli. Yəni gün düşür promo evin içərisinə. Qiyməti heç neçəyə. Qiymət 39.777 manata. Nə verərlər? Heç nə. Bir də hamam sanuzelə baxaq. Yəni, o da asma tavanlı yuxarısı. Yəni qəşəng təmiri super. Hər şey qaydasında. Burada da bir dənə mətbəxdir. Yəni bəzi əşyaları indi gəlib danışarsınız. Yəni 70% əşyalar qalacaq. Yəni görürsən mətbəx mebeldə qalacaq. Yeni çölükdən də tanış olaq. Yəni bu qiymətə qazı, suyu, işığı, mərkəzi kanalizasiya ev yox. Bax, qapıdan çıxdın, marşrutda otursan, gedirsən promo. Hara? Avtovağzala. Bir dənə çöldən tanış olaq. Çöldən görünüşüdür. Üstü paketli, şəxsi tikili evdir. Yuxarısının Kurqova kəməri var. Marşrut 10-15 metr məsafədən gedir. Yəni altı qaraj olub. Sonradan bağlayıb da istifa otağı eləsinlər. Yəni istəsən onun altını açıb, altın qaraj kimi istifadə edə bilərsən. Həyətinə rahatlıqla maşın daxil olur. Yəni görürsünüz də 4 burada, 6 da orada, 10-11 daş kürsüdür. Arxa tərəfində də həyət var. Arxa tərəfini göstərməyəcəm. Gələndə inşallah özünüz baxarsınız. Yəni bu qiymətə belə bir ev sərinə qədər var. Baseynasına qədər var. Yəni şotikləri qaydasındadır. Yəni şotikləri çəkməyə düşsün. Baxın, burada da bir dənə otaq var. İstəsən bunu otaqda eləyəm. Yəni bu qaraj olub. Atmalar bax. Şəxsi tikili evdə, özünə tikili evdə bu qiymətə hal-hazırda belə bir ev tapmaq çox çətin məsələdir. Yəni əlaqə saxlayın, kimdə ev satırsa əlaqə saxlasın. Yəni belə evlər çox qalmır da. Ucuz qiymətli evlər indi qalıb ki, hamısı satılır. Yəni keyfiyyət də göz qabağındadır. Sağ olun.